21 Mart Dünya Down Sindromu günü ərəfəsində Daş Salnamə Muzeyində Çərçivədən kənar adlı inklüziv incəsənət sərgisi keçirilib. 21 Mart Dünya Down Sindromu günü ərəfəsində təşkil olunan Çərçivədən kənar inklüziv incəsənət sərgisində təqdim olunan bütün əsərlər Down sindromlu şəxslərə məxsusdur və onların daxili dünyasını, istedadını əks etdirir. Tədbir Sokar Midstream Gaz Operations şirkətinin təşəbbüsü və dəstəyi, DADD Sosial Sahibkarlıq Müəssisəsinin təşkilatçılığı, BP, Paşa Holding, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Down sindromlu şəxslərin reabilitasiya mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, Down sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etmək olub. Tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Sokar Midstream Gaz Operations'ın icraçı direktoru Polad Rüstəmov, Paşa Holdingin baş icraçı direktorunun muavini Səidə Baxşıyeva, BP AGT Xarici İşlər üzrə rəhbəri Günəş Əliyeva, DADD Social Enterprise'ın təsisçisi Məhbubə Əliyeva, Down sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolunu vurğulayıblar. Tədbir çərçivəsində Down sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış sərgi təşkil olunub. Sərgidə təqdim olunan bütün əsərlər satılıb və əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib. Tədbirin bədii hissəsində inklüzivliyi mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və Down sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, Down sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlər tədbir öncəsi Yarat Müasir İncəsənət Mərkəzində keçirilən 2 günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb. Şamilə Şamil qızı Zahar Dadaşov, ASTV Xəbər.